Salam əziz və hörmətli dostlar, dildaşlar, vətəndaşlar, qandaşlar, əziz və hörmətli Azərbaycanlılar və türklər. Umarım ki, yaxşısınız. Bu günlərə hava burada çox istidir. Yəni, mənim nəzərimə yay gəldi. Burada 27 dərəcəyə çıxmışdı. Bəlkə saat 2 hududunda 30'u da geçər. Bu sıcaqlıqda, bu istidə daha çox biraz kölgə yapışır. Mən də evi kölgədir, evdə oturmuşam. Yəni kölgə eləmişəm, oturmuşam, kitab oxumağa başlayıram. Sonunda mən bu kitabı print elədim dostlar. Bunu saldım, cildi də bu. Print elədim, amma hamısını print eləmədi. Nədən isə bilmədim. Bir 10 səfəsi, 15 səfəsi qaldı ki, onu çox çalışdım da olmadı, amma onu da çalışaram ki, düzəldəm. Biraz da yekə print eləmişəm, yenə də gözlərim biraz pərpər çalır, düzünü axtarsaz. O qədər rahatsız hiss edirəm özümü. Amma hər halda nəzərimə bu işi ki, istirdim kitabı sonunda print eləyəm, erərdim və görək ki, nə olacaqdır. Bu günlərdə yenə bu kitabdan əksi də budur. Bu əks üstündə bir adamdır, qərə bir adam və çox bir vəziyyətdə. Albert Məmin yazdığı sümürgəcinin portresi və sümürgələşdirənlərin portresi ya sümürgələşdirilənin portresi adındadır. Albert Məmi yazıbdır. İstimar və müstəmrə haqqındadır əslində və onların ikisini də təsvir edir bizə ki, onların ruhları nə cürdür, onlar nə cür rəftar elərlər, nə cür fikir elərlər və nə cür reaksiya ya əks-əməl göstərərlər. Biz gəldik 40-cı səhifəyə. Mən printidən oxuyacağam. Bundan bu yüzden print səhifəsini deyəcəyəm. 40-cı səhifənin ortasına və güclüklər. Güclüklər, yəni zorlar ya çətinliklər, beləsi bir şey. İndi biz buradan başlayaq, bir sürətli oxuyaq. Dünənləri mən çox sevindim, çünki birinci dəfə idi ki, eləyə bildim Latin kitabdan 3 səhifə oxuyam. Bu günləri də çalışacağam ki, biraz çox oxuyayım. Oracan ki, mümkünsə əlbəttə. 40-cı səhifənin başlığı odur. Yəni, ortada bir başlıq var. Başlığın yanından başlayır, devam edirik. Deyir ki, əlbəttə, bu üstə dünən dedi ki, bu adam ki, seçir orada qalsın və yəmin edir ki, istimara köməklik eləməsin. Bu bir ciddi bir yaxçı adamdır əslində. Bunu orada dedi. Amma indi dedi ki, yəmin edir də, yəni and içir. Dedik ki, yəmin ərəbcə sözdür. Bunun türkçəsi andişmaqdır, andıdır və yəmin də işlənir şeydə. Yəmin özü ərəbdə sağ anlamına da gəlir. Amma bu şeydir hər halda. Əlbəttə bu yəmininin illa da katı bir yemin olması gerekmez. Deyir ki, bu and ki içir, bu and içmək illa ki qəti olsun, katı. Katı kəsərci ya güclü ya dedim kəsəri katı olsun, yəni zorlu olsun. Ya beləsi bir çox da doğru and olsun, deyir, yəmin olması gərəkməz. Lazım deyil. Gərəkməz, yəni lazım deyil ki, hətmən bu cür bir şey olsun. Haqsızlıq qarşısındakı bu öfkəyə hər zaman bir əyləm politikası, istəyi, əşlik etməz. Deyir ki, haqsızlıq bilirik da, yəni haqqı olmamaq. Haqsızlıq qarşısındakı nahaqqin qabağında, haqsızlıq qarşısında, yəni nahaqqin qabağında, qarşısında durmaq, bu öfkə narahatçılıq, narahat olmaq, içəridə bir əsəbiyyət etdirsək, əsəbani olmaq yəni. Adamın içində bir öfkə, hər zaman bir eyləm politikası, bir siyasi bir hərəkət, eyləm hərəkət, iqdam, ərəbcədir, iqdam, hərəkət də iqdamdır. Eyləm, yəni
Bir iş da iş. Deyir ki, her zaman bir siyasi iş politikası istəyi əşlik etməz. Deyir, əşlik yəni onun yanında olmaz. Deyir, həmişə qərar deyil ki, bu elə bir siyasi bir işdə görsün. Bunu dedi. Dedi ki, haqsızlığın qarşısında duran bu üsyan, bu öfkə, bu etiraz hər zaman bir dana siyasi rəftarın yanında olması lazım deyil. Yəni deyir ki, hər zaman olar ki, siyasi olmasın heç. Fəqət elə şey olsun. Daha çox ilkəsəl bir tutumdur bu. Deyir, bu çox vaxt bir ilkəsəl, yəni usul əsaslı bir tutumdur, mövqedir. Yəni, fəqət bu bir dana fikri olaraq belə düşünə bilər. Lazım deyil, həttəmən bir siyasi işə girsin. Geçsin desin ki, məsələn, mən savaşacağam, ya silah götürəcəyəm, eyləm, politikal eyləm, bu tür bir şeylər olur da. Ya məsələn, hüquq barosu dəftəri quracağam və orada məsələn, dövlətin əleyhinə şikayətlər tutacağam filan deyir. Ola bilər ki, belə olmasın əsla. Mənim ayaqlarım diş durmadı, kameranı biraz yerini dəyişdirdim. Hər halda. Bəs bu da o şeydir. Dedik ki, ən azından metropoldəki ılımlıları ürkütməyəcək birkaç sav irəli sürər. Deyir ki, sav yəni difa. Ərəbcə sözdür difa. Sav onun, savunmaq, bu onun şeyidir. Türkçəsidir. Difanın. Farscada mən heç bilmirəm, difayın müqabili fikir edirəm, məsələn, taza lüğətli düzəldiblər, tək, tək. Fikir edirəm bu olacaqdır, yoxsa yoxlarıdır. Farsın buna mənası yoxdur. Deyir, ən azından, deyir, bunun o and içdi ki, sümürgəçinin əleyhinə işləsin, ya sümürgəçi olmasın, ya sümürgəçilərin yanında durmasın. Deyir, bunun ən azından bir dana faydası var. O fayda nədir? Deyir ki, ən azından metropoldəki, metropol böyük şəhərlərə dostlar, deyirlər metropol. Böyük şəhərlər, yəni olur özünün paytaxtında, məsələn, Fransanın Parisdə. Paris bir metropol şəhərdir. Deyir ki, metropoldəki ılımlılar, ılımlı mühafizəkar bu günləri deyək biz. Əlbəttə, mühafizəkar özü də işlənir Türkçədə, amma mühafizəkar, ılımlı, yəni biraz yumuşaq adamlar, biraz rahat adamlar. Deyir ki, ən azından metropoldəki, yəni böyük şəhərlərdə, məsələn, Tehran, Təbriz metropoldurlar da bilirik. Deyir ki, ılımlıları ürkütməyəcək birkaç sav irəli sürər. Deyir ki, oradakı ılımlıları ürkütməyəcək. Ürkütmək dostlar, diskindirmək. Pıqqələrik birinə biraz diskinər ha. O ürkütməkdir. Mal heyvanda çox olar, amma insanda da işlənir. Yəni çox deyərək heyvan ürküdür. Adama deməzlər, adama deyirlər diskindir. Bu da orada biraz onları təhqir üstündə işlədir. Deyir ki, filan kəsi ürkütdüm. Yəni ki, onu bu sifəti ona verəndə onu biraz aşağı görür. Xor görür türkcəsində. Deyir ki, birkaç dəlil gətirər. Birkaç neçə dana? Birkaç bir neçə. Sav dəlil ya müdafiə, yəni bu işi mən niyə gördüm, ona bir dəlil gətirər ki, onlar da qorxmasınlar. Deyir, elə bir dəlillər də gətirər ki, o ılımlılar, o mülayim insanlar ki, mərkəzdədirlər, onlar qorxmasınlar bundan. Deməsinlər, bu bizim əleyhimizə üsyana qalxır. Bir sümürgəçidir özü də. Bir protesto zaman bir diləkçəyə atılan imza ya da sümürgələşdirilənə qarşı sistematik düşmanlıq bəsləməyən bir qruba katılmaya kadar işi vara bilərdi. Deyir ki, bu adam nə işlər görə bilər? Bəs dedi, birinci budur ki, bu adam lazım deyil, həttəmən siyasi bir iş görsün. Amma deyir ki, bu adam birinci budur ki, o ılımlı adamların qulaqlarına bir şey vurdu. Mən sizlə işləmirəm. Niyə? 1, 2, 3, 4 saydı. Deyir, onlara bir dəhlil gətirir onların qabağında. Bir bu. İkinci nədir? Deyir, ikincisi budur ki, bir protesto. Protesto, dostlar, latin sözdür. Türkiyədə çox işlənir. Bu etiraz.
Protestandakı şeydə deyirlər Məsihiyyətdə, o da etirazdır. Yəni əvvəl bir Məsihiyyət var idi, Christianity, kilisa var idi, mollalar var idi, ayətullahları var idi onların, keşişləri, papları filanları, bizim də molla, ayətullah, ikisi də bir işdir. Yəni o da o dindən çörək yeyir, bu da dindən çörək yeyir. Bir yol. Və ha belə çörək tək məsələsi deyil, dilənmək da çörək yeyir, amma bunlar bir prestij sahibidirlər, bir mövqeyiyyət sahibidirlər. Adamların canına fətva verə bilirlər ki, filankəsi öldürün, filankəsi öldürməyin. Yəni, bu tür deyil ki, molla fəqət çörək yeyir. Yox, molla özünə bu qüdrəti verir ki, qanun geçir. Adam öldürün, qulağın kəsin, əlin kəsin, dara asın, nə bilim, yandırın, o zina eləyib, vurun, bu zina eləməyibdir. Bu deyir ki, mollaların yəni belə bir işi də var. Bunu da biz nəzərimizdə tutaq ki, bu tür deyil. Protest, onun əleyhinə bir iddə şeylər, Məsihiyyətin, məsələn, deyək, bu günləri bizim mollaların əleyhinə bir iddə molla ya bir iddə umma, neyniyələr, dururlar, bunların əleyhinə bir yol seçələr. Məsələn, biz ona deyirik, Azərbaycan şiəliği. Ki, mənim nəzərimdən bu Azərbaycan şiəliği dediyimiz bir şey əvvəldən Fars şiəliği ilə fərqli idi. Nadir Şah bunu, o fərqliliği daha üstə gətirdi. O qədər üstə gətirdi ki, bizə demədi siz şiəsiz. Bizə dedi siz Cəfəri məzhəbsiz. Necə onlar Hənbəli məzhəb, o birisi sünnilər, Şafii məzhəb filan. Bizə dedi siz Cəfəri məzhəbsiz və biz sünnülər kimi dedik ki, bir yol deyilik, bir dinin bir bölümü yox. Bir cür baxırıq. İndi də ola bilər, məsələn, bir nəfər çıxa, bir şiəlikdə bir taza bir təfsirlər verə. Məsələn, sabahdan deyək ki, məsələn, Azərbaycan müsəlmanı, məsələn, İslamı bu cür tərif edək ki, taza bir anlamda olsun və bu gələcəkdə məsələn bir özü bir siyasi dini qavrama çevrilsin. Hər halda dedi ki, protest yəni etiraz eləmək. Pəs dedi ki, mən yenə də çox girişirəm bu sözləri. Əlbəttə tozih vermək də lazımdır, çünki elə biz istirik bunları. Deyir ki, bir protesto, yəni bir etiraz, zaman bir diləkçəyə atılan imza, deyir, hərdən bir, zaman yəni hərdən bir diləkçəyə, bir naməyə, bir tumara, biz İranda buna tumar deyirik, ona bir imza atar. Yəni, elə durmur da orada, məsələn, mən şey elməyəcəm, bir işlər görür, bir protesto edir, yəni bir etiraza qoşulur, ya diləkçə yazır, yəni bir diləkçə, yəni istək, təqaza, farsca indi biz onu deyik, təqazanamə, ya nə mənə, tumar. Deyir, bunlara bir imza atar, imza ya da sümürgələşdirənə qarşı sistematik düşmənlik bəsləməyən bir qruba katılmaya kadar işi vardıra bilir. Deyir ki, ya da nə ola bilər? Sümürgə ilə, yəni deyək ki, farslarla, beləsi deyək, sümürgəçi ilə, üzr istəyirəm. Deyir ki, sümürgəçi ilə savaşan, amma silahlı yox, düşmənlik eləyən yox. Məsələn deyirəm, qanun əsasicilər. Güney Azərbaycanda bir də var qanun əsasicilər. Bir də əsli 15-cidirlər. Yaxşı, bunlar düşmənlik sahəsinə getmirlər İran sümürgəsi ilə, Fars sümürgəsi ilə. Deyir ki, bu adam eləyə bilər ki, bunlara qatışsın. Yəni, düşmənlik eləməyən türklər, farslarla düşmənlik eləməyən qruplara, yəni hizbilərə, cəmiyyətlərə qoşula bilər. Bu qədər deyir, irəli gedə bilər bu adam. İndi bunu biraz açıq desəm, bəlkə də zaman bir diləkçəyə atılan imza ya da sümürgələşdirilən olur Güney Azərbaycanlılar. Güney Azərbaycanlılara qarşı sistematik düşmanlıq bəsləməyən. Əlbəttə burada deyir ki, Azərbaycanlılara qarşı. Yəni sümürgəçilərin hizbiləri var, məsələn, pan-İranistlər yox. Onlar Azərbaycana qarşıdır. Amma bir dənə fərz buyurun ki, məsələn, Nehzət-i Azadi məsələn. Əlbəttə, onlar da Azərbaycana qarşıdırlar. Amma bundan mülayimin də mənim zehnimə gəlmir. Ya, məsələn, deyək ki, Karo Karigər, Hezbi Kari Karigər. Məsələn, bu yazıqlar istəmirlər ki, siyasi, məsələn, mövzeyə də tutarlar. Məsələn, əlbəttə, yalandır.
Dövlət düzəldi bu hizbi. Biz bilirik kimlə düzəldi və Vizarət İttilaat düzəldi. Əlbəttə İranda olan hizblərin bütünün Vizarət İttilaat düzəldi. Bunu biz sizin hamıza deyim ki, bunların liderləri də Vizarət İttilaatdılar. Hətta bu nədir? Pan-İranistlərin indi Ustad Danışgahda olubdur, ruznaməsi də var, adı əgər yadıma düşsə. Hətta bunların da hizbin Vizarət İttilaat düzəldibdir. Bunu mən sizə deyim. Yəni o didgahı Vizarət İttilaat əsən nümayəndəlik edir. Ərz edeyim ki, deyir ki, sümürgələşdirənin, yəni Güney Azərbaycanın ziddinə düşmənlik eləməyənlərin hizbinə də belə qoşular. Yəni öz hizbinə yenə qoşular. Farsların hizbinə qoşular, amma yenə bu şeydə gedər. Sümürgələşdirilənə qarşı sistematik yəni bir bərnamə üzü ilə, sistematik bir addım və addım neyniyəcəklər beləsi o bəlli olan düşmənlik bəsləməyən bir qrupa katılmaya kadar işi vara bilirdir. O cür bir qrupa da üzv ola bilər. Burada sümürgələşdirilən dedi. Amma mən əvvəldə belə düşünmüşdüm ki, yəni bizim hizbilərimizə qoşular. Niyə? Çünki bu adam özü orada getmişdi, bu cür bir hizbə qoşulmuşdu. Və ya Əlcəzairdə məsələn qoşulmuşdular. Ərz edeyim xidmətinizə ki, indi görək daha nə deyir? Bu durum, yəni bu vəziyyət ki, bu adamda var, yalnızca zorluqlarının və rahatsızlığının dəyişmiş olduğunu görməsi için yeterli olur. Deyir ki, bu vəziyyət ki, bu adamda görürük, imza atır tumarlara, məsələn, farslar qoyun, bunlar dillərini oxusunlar, ya bəzi hizblər ki, mülayimlər, Azərbaycanın düşmənlik eləmirlər, onlara üzv olur. Deyir, bu durumda yalnızca təhcə zorluqlarının və zorluq yəni çətinliklərinin və rahatsızlıq, narahat olmaq, biz orada farsızca deyirik bunu, rahatsızlığının değişmiş olduğunu görməsi için yeterlidir. Bu da ki, deyir, onun narahat olduğunu görməyimiz üçün yeterli, dəlildir, yəni kafidir. Yeterlidir, yəni kafidir. Kafi ərəbcə sözdür, türkçəsi yeterlidir. Somut bir durumdan zihnisel olarak kaçmak bu durumun gerçek ilişkilerini yaşamaya devam ederken ideolojisini reddetmek kolay değildir. Diqqət buyurun, burada da genə keçir fikir sahəsinə, deyir ki, insanın əslində bu kitab rəvanidir buracan. Buracan oxunu çox ruhsal məziyyətləri araşdırır və biz də bunu görürük. Deyir ki, somut bir durumdan yəni bir müşəxxəs, müəyyən bir vəziyyətdə zehnisel olaraq, deyir, bu adamın zehnində, fikrində qaçmaq, deyir, yəni bu zehnisel bir durumdan qaçmaq, bu durumun gerçək ilişkilərini, bu vəziyyətin gerçək vaqi, həqiqi, türkçədir, həqiqi, vaqi, ərəbcədir, hər ikisi. Deyir ki, bu gerçək durumun ilişkilərini, yəni gerçək ilişkilərini, əlaqələrini, rabitələrini yaşamaya devam edərkən, onları deyir, amma istir yaşayan. Yəni o sümürgə ilə bunun gerçək bir adamlarla gəlgedi var, idarələrlə gəlgedi var. Amma deyir, istir ki, düzdür ki, bu işləri gördü. Amma deyir ki, istir ki, o gerçək rabitələrdə saxlasın. O zehnisəldən qaçsın, yəni zehnisəl bir tərəfə düşüncələri. Amma istir ki, bu gerçək eşikdə olan vaqi ilgilərin idarələrlə, adamlarla, danışqahla, polislə falan saxlasın. Çünki oradan imtiyaz gəlir. İlişkilərin devam ederken ideolojisini, onun ilişkiləri saxlasın, amma ideolojisini rədd etmək kolay değildir. Deyir ki, bir tərəfdən bu adama beləsi deyir, niyə zorluqdur, çətindir budur. Deyir ki, bir tərəfdən gəlir, onları rədd edir fikirsəl, deyir, mən sizin işlərinizi siyasi olaraq qəbul eləmirəm,
fikir olaraq qəbul eləmirəm, ideoloji olaraq qəbul eləmirəm. Amma bu tərəfdən də istir onlarla əlaqəsini saxlasın. Böyük adamdılar, pullu adamdılar, idarə adamıdılar, polisdir, ittilaatdır, nə bilim nədir. İstir onu da saxlasın. Bu deyir çətindir. Həm onu ideolojisini qəbul eləməyəsən onların, farsların, həm də ki, farslarla əlaqəvi saxlayasan. Xüsusən, məsələn, dövlət işində olanlarla. Bu deyir, çox çətindir. Bundan böyle hayatını onu tutarlılık ve dincilleten tamamen yoksun bırakan ve attığı her adımda ortaya çıkan bir çelişkinin egemenliğinde yaşar. Deyir ki, bu işi gördü bu adam. Deyir ki, bundan bu yana, bundan böyle həyatın yəni yaşamının bundan bu yüzün. İndi dedi ki, mən farsı qəbul eləmirəm, ideolojisini qəbul eləmirəm, istemarını qəbul eləmirəm, dövlətçiliği, düz dövlətçilik deyil qəbul eləmirəm, bu cürsə ideolojisini. Amma istəyirəm farslarla da dost olam, idarələrlə də dost olam, ustandarla, fərmandarla, imam-cümə ilə də dost olam məsələn. Nümayəndələrlə, şurayı, şəhrinlə, nə bilim, filanla, bəhmanla gəl gedim olsun, dost olum. Deyir ki, bundan bu yana bundan böyle hayatını onun tutarlılık yani tutmaq bir şeydir. Tutarlılıq yəni onun bir yerdən tutmağı, bir şeylərdən tutmağı beləsi. Tutarlılıq və dinginlikdən, indi bu dinginlik mən bilmirəm nədir. Baxaq görək ki, Google Həzrəti Google ya türk sözcüyü bu dinginliyi nə deyir? Mən bu kitabı oxusam, bu mənə daha rahat olar axtarmaq. Görək ki, türkçə sözlük dostum edəsəncə özün Google-in içindəyək. Google Translate. Google Translate-də mən bunu seçəcəm türkçə, dili seçirik Turkish və özü burada yazır. Görüm dinginlik. Bu da farsını eləyək. İngilisini eləyək farsı. Dinginlik burada yazıbdır ki, aramış, rahatlıq, bu cürsə. Deyir ki, tutarlılığı, onda bu tutarlılıq da şey olacaq, yəni israr kimi bir şey. İsrar kimi bir şey, eyni halda tamamen yoksun bırakan. Deyir, tamamen bunlardan yoksun, yəni yoxsul olan bir vəziyyətdə, yəni bunları əldən verir və atdığı hər addımda, biz addım deyirik, təşdidlə deyirik, iki dəfədir, addım. Amma Türkiyədə buna adlım deyirik, adım deyir, adımda, yəni biz deyirik addımda, bu da deyir adımda. Hər adımda ortaya çıkan bir çelişki. Her addım ki bu adam götürür, her bir işçi görür, ortada bir çelişki çıxır. Çünkü adam gedir orada deyirlər ki, sən həm türkçüsən, ya türkçü deyilsən, hətta sən İranı qəbul eləmirsən, istemarı qəbul eləmirsən, həm də gəlmirsən, bizdən köməklisən. Çelişki var bunların arasında. Elə hər kəs görəndə bizə də burada çox deyirlər. Yəni dostlarımızın bir çoxu ilə dostluğumuzu kəsmişik. Buna görə ki, hər kəs görür, sən yaxçı oğlansan, amma şeysən, İran ziddisən, istiqlalçısan, təzyiq tələbsən. Bu olur çəlişki. Yəni, dostlarınızla kəsməyə məcbur olursunuz. Ya da ki, onlarla gedəndə daimə gərək bu qıvır-zıvırlarına qulaq asasınız. Deyir ki, çəlişkinin əgəmənliyində yaşar. Deyir ki, çəlişkinin o zorluğunda, əgəmən hakimiyyətində. Deyir, hər yerə geçsən bunu nəqd eləyəcəklər. Deyir, onu yaşamağa məcburdur. Pəs, əgər bir nəfər ideolojisini qəbul eləməsə bir dövlətin, hər yerə geçsə onu nəqd eləyəcəklər. O nəqdin hakimiyyəti var hər yerdə, onda yaşamağa məcburdur və bu çəlişkidir, yəni zordur. Aslında rədd etdiyi biz indi rədd elədik da Farsın ideolojisini bu adam rədd etdi. Rədd etdiyi şey kendisinin bir parçası. Əslində o şey ki rədd elədik, o bizim bir parçamızdır. Dostlar, bura çox mühümdür. Biz hamımız, onlar ki dərs oxuyublar, dərs oxuyanlardan danışıram. Biz hamımız getmişik
ən azı 12 il dərs oxumuşuq, diplom almışıq. Bəzən 14 il dərs oxumuşuq, diplom almışıq. Getmişik bir 4 il, 2 il, 4 il, 6 il, 8 il, 10 ildə danışqahda dərs oxumuşuq. Məsələn, fok diplom, lisans, fok lisans, doktora almışıq. Tamam. İndi bu bir şeydir da, yəni mütəvəccüh oluruq ki, biz brainwash olmuşuq kitablarda. Mənim məsələn Təbrizdə, evdə bir nə bilim bir neçə min kitabım var. Heç olmasa 2000 zat kitabım var və bunları oxumuşam. Yəni danasın bunları oxumuşam. %90'ını oxuyub qurtarmışam yəni. Kitabxanalardan oxumuşam, orada oxumuşam, burada bu cüzü yəni çox. Burada da varımdı. Elə burada da indi heç olmasa bir 30 dana zat farsca kitabım var. Bir çox da kitabı, farsca kitabı özüm print eləmişəm. Yəni kağız kitab almamışam. Bəlkə özüm download eləmişəm, print eləmişəm, o da vardı. Yəni buna görə istəyən vardı. İndi birdən görürük ki, biz bu kitablar bizi brainwash ediblər. Bizim mədrəsədə kitablarla brainwash ediblər. İndi görürük ki, kitabların hamısında istisnasız farslar, istisnasız deyəndə dostlar. Məsələn, pezişki, tibbi çıxaq. Bəlkə orada olmaz. Bəlkə riyaziyyatda olmaz. Bəlkə fizikdə, şimidə olmaz. Bunları çıxaq. Amma o şey ki, ədəbiyyata, musiqiyə, hünərə, filmə, seriala, nə bilim, tarixə, coğrafiyaya, cami-i şinasiyə, rəvanşinasi ictimaiyə, amara və qanun azada bunlara bağlı. Bunların hamısında istisnaən ya yalan yazıblar farslar, ya da tərcümə eləyəndə əl aparıblar, çeviriblər və siliblər bir yerləri, ya da kitablarda taza kitablar yazıblar, ayrı adamların adına, hətta xaricilərin adına özləri yazıblar, çap eləyiblər, biz də onlara inanaq. Amma hamısı İrancıdır. Ya bəzi kitablar, tarixi kitabları, məsələn, Beyhəqi deyə, filan deyə, onlardan kitab deyiblər, amma orada görürük İran adı var, Pars adı var, filan adı var. Bunlar hamısı əl aparılıbdır. Ha vaxt əl aparılıbdır, bu soralar. İndi keçən 100 ildə, 150 ildə bunlar buna əl aparır. Onun üçün biz brainwash olmuşuq. İndi birdən görürük ki, biz bu brainwashlıqla lisans almışıq. Əslində bizim lisansımız, diplomumuz, lisansımız, fok lisansımız, doktoramız, fok doktoramız, profesor olmağımız, yəni danışqahda dəstəyirik o vəziyyət. Yəni ki, biz brainwash olmaqda lisans almışıq, fok lisans doktora almışıq. Yəni nə qədər çox brainwash olmuşuq, belə çox mədrək almışıq. Hər nə qədər, məsələn, bir nəfər ki, az dərs oxuyubdur, az brainwash olubdur. Məsələn, bir dana mekanik deyək ki, 5-əcən oxuyubdur. O, az 5 klasa oxuduğu qədər brainwash olubdur. Amma bir nəfər ki, doktora alıbdır, o, məsələn, 25 il ya 20 il brainwash olubdur. Bir nəfər ki, ona görə də doktora alıbdır. Bir nəfər ki, 20 il dərs oxuyubdur, doktorası var, sonra gedib danışqahda həman kitabları dərs deyir. Bu adamın doktorası hər gün qəviləşir. Çünki hər gün bu kitabları deyəndə həm özü inanır, həm də insanları brainwash edir. İndi biz birdən ayrılırıq, görürük ki, mən niyə bu savadı qəbul edeyim? Mən niyə bu mədrəki qəbul edeyim? Niyə bunu rəsmiyyətə tanıyayım? Mənə də faydası yoxdur. Mən özümü deyirəm, məsələn, mən tamam dostlarımız ki, tanıyıram, gəliblər Kanadaya, Amerikaya, Avropaya, heç birisinin mədrəkinin ərzişi yoxdur. Yəni, dərdlərinə dəyməz. İndi, bu adamlar brainwash olublar. Brainwash olan adam dəyişdirməlidir. Yəni, onun ziddinə hərəkət edir. Mən bildim ki, brainwash olmuşam. Yalan kitablarını, yalan şeylər mənə öyrədiblər. Gərək bunun ziddinə qalxam. Gərək o mədrəki rəsmiyyətə tanımayam, onu qoyam kənara. Bu da bahis olur, nə? Mənfəətim əradan gedir. Mən əgər bir yerdə, məsələn, gəlmişəm, o həman lisansı, fok lisansı vermişəm burada danışqaha, burada əlbəttə danışqah yoxdur, verirsən bir mərkəzlərə, onlar sənə bunu muadil verirlər. Deyir ki, sənin lisansın burada lisansdır, fok lisansdır, doktoradır. Məsələn, qutuldur, yəni, bunlar qəbul edirlər, nə mən oxumusan. Amma ondan sonra burada gəlsən, dərs oxuyursan, görürsən ki, onların hamısı şeydir. Buracan ərzişi bu qədərdir, bundan sonra yox. Yəni, biz bu ərzişi əldən verməyək, ondan yapışmışıq.
Ya bu çətindir. Elə bilin ki, Həzrəti Məhəmməd din gətirir, qabaqçı dinə atıb buna gəlməlisən. Baxın, bu dəqiqən bu anlama gəlir. Yəni, siz dininizi əgər dəyişdirə bilmirsiniz, brainwash olmuşsunuz o din ilə. Bu cür olmuşsunuz. Bax, nənədən doğanda qulağımıza əzan deyiblər, iqamə deyiblər, ya ikisinə də əzan deyiblər. Ta öləndə də bizi əzan deyib quyulayacaqlar. Yəni, brainwashın öləndən sonra da davamı var. Bizi hazırdırlar qəbirdə ənkir-mənkir gedəcək. Qəbirə, torpağa nəyə gələcək o? Nə işi var? Bizdən sual soruşacaq və biz duracaq qəbirdə buna cavab verək. Qəbiri elə bastırıblar ki, orada nəfəs çəkənmərik. Biz orada nə cür danışacaq? Amma brainwash olmaq belədir. Biz bunlara inanırıq. İndi istəyək dinimizi dəyişdirək, görün nə çətindir. Çünki onu mənimsəmişik axı. Onu uşaqlıqdan almışıq, savadı da almışıq, mədrəki də almışıq, tarixi də almışıq. Bunun əleyhinə üsyan eləmək çox zordur. Amma bunu rədd edənlər var. Yəni, mən rədd eləmişəm, çalışıram ki, bunun altından çıxam. Deyir ki, aslında rədd etdiyi şey kəndisinin bir parçası. Əslində o şey ki, rədd edirik, o bizim bir parçamızdır. İrancılıqla mən yekəlmişəm, panfarslıqla yekəlmişəm, pan-İranisliqla yekəlmişəm. Mən türk düşmənliyi ilə yekəlmişəm, türk düşmənliyi ilə dərs oxumuşam. Mən təhqir eləməyi, türkləri təhqir eləməyi, türk deməyə adət eləmişəm. Mən əslində bunu yaşamışam, demişəm, güldürmüşəm, deyiblər gülmüşəm. Yəni nə mənə? Bu mənim parçamdır, mən yeni farsam, mən yeni panfarsam, mən yeni pan-İranistəm, mən yeni İranam. İndi biz istəyək bunun ziddinə duraq, onu deyir ki, tamam, bir sümürgədə yaşamı qəbul edər, etməz, yavaş-yavaş olduğu şeydir. Deyir ki, bir sümürgədə, biz Azərbaycanda, farslar əgər gəlsələr bura, ya ayrı bir millətdə gəlsələr bura, burada yaşamaqlar, deyir ki, bir sümürgədə yaşamağı qəbul etsə, qəbul edər, etməz. Etdi, etmədi. Yəni, bilafasilə edəndən sonra nə olar? Yavaş-yavaş olduğu şeydir. Yavaş-yavaş deyişlər bir ayrı bir şey olar. Yavaş-yavaş nəyə dönsək biz oyuq əslində. İndi mən yavaş-yavaş Azərbaycançı, istiqlalçı, vətənçi, millətçi, millət mənafi düşünən oluram. Yavaş-yavaş bu oluram. Qabaqcan bir ayrı bir şey idim. İndi dəyişirəm, nə olam? O önəmlidir, dostlar. Bunu bu cümlədə dedi. Məncə bu kitabın hamısı budur. Yəni, əslisi budur. Biz düşünüb biləndən sonra ki, düşmən nədir, düşmənçılıq nədir, millət nədir, bizim millətimiz nədir, milli mənafi nədir və sonra bunun yolunda özümüzü dəyişdirək, farslıqdan, İrancılıqdan çıxaq ki, Azərbaycançı, türkçülük eləyək, onda biz özümüzü ulaşdırırıq, özümüzü düzəldirik yenidən. Yenidən düzəldirik. Elə bir ki, biz uşaqlıqdan durmuşuq. Amma uşaqlıq rahatdır. Uşaqlıqdan, məsələn, bir nəfər Türkiyədə anadan olsa və türkçü bir anada olsa, ailədə olsa, bu elə uşaqlıqdan gəlir. Amma biz indi 50 il öyrəşdiyimizin ziddinə üsyan eləməliyik. İnancılarımızın ziddinə üsyan eləməliyik. Mən dünən dostların birinə də yazdım, cavab olaraq məqalə kimi də qoydum, dostlar görsünlər. Biz əgər eləyə bilək, biz bəzi sözlər deyirik ki, bəzi insanların beyni taqqıldır. O nə edir? Bizlə müxalifət edir. Niyə müxalifət edir? Çünki onun zehnində bir şeylər müqəddəs olubdur. Bir şeylərə inanıbdır. Bir şeylər ona din olubdur. Kuruş, Dariuş, İran, Mərz, Porqahər, filan, Bəhman, Zəban Farsi, qanun, filan bunlar. O onun zehnində bir müqəddəs bir şey olubdur. O zaman ki, sən deyirsən, bunların hamısı havadır, ya düz deyil, ya əyridir, ya insanların ziddinədir. Bu adamın inancı ilə oynursunuz. Amma o adam yavaş-yavaş dəyişdikcə olacaq bir Azərbaycançı. Onun üçün mən dostların çoxuna deyirəm ki, şey eləməyin, bizim insanlarımızın bir iddəsi ki, panfars görünürlər, pan-İranist görünürlər, ya ortada qalıblar, bunlara tohin eləməyin, heç kəsə tohin eləməyin əslində, amma bunlara əsla və əbədə eləməyin. Çünki hərənin bir zaman çəkər ayılması, onun ki, siz mümkündür, 1 ilə ayılmışsınız, mən 20 ilə 30 ilə ayılmışam, o birisi də 50 ilə ayla. İradı yoxdur. Tamam. Çünki yarım ağızla ələşdirdiyi bu ayrıcalıqlara katılır və onlardan yararlanır. Deyir, niyə belə olar? Diqqət buyurun. Deyir, çünki bu adam yarım ağızlı, yəni çox ciddi yox. Çox ciddi yox. Yarım ağızlı, yəni biraz həm biraz yox, beləsi. Deyir ki, itirməsəm yaxşıdır.
Çünki yarım ağızla ələşdirdiyi, ələşdirmək yəni nəqd eləmək. Ciddi nəqd eləməmək. Elə bir ki, indi İranda oturublar nəqd edirlər. Əslən bu nəqdlər nəqd deyil ki. Bunların heç birisi nəqd deyil. Heç birisi. Deyir ki, ələşdiri bu ayrıcalıqlara katılır. Deyir ki, bu təbizlərə qatılır. Ələşdirdiklərinə amma qatılır özü də. Bu sümürgəçi. Ayrıcalıqlara katılır və onlardan yararlanır. Deyir, hətta bu təbizlərdən fayda da alır. Buna görə deyir də bu adam çəlişkidədir. Bu adam çəlişkidədir. Amma deyir ki, bu adam həm o nəqd edir, həm də nəqd elədiyi şeylərə qatışılır və ondan fayda alır. Həm deyir ki, qanun əsası düz deyil, həm də deyir ki, qanun əsasını icra eləyir. Olmaz. Həm deyir ki, qanun əsasında insanların haqları yoxdur, həm də deyir ki, mən insan haqqı istəyirəm. Qanun əsasını istəyirəm. Olmaz, olmaz. Bunlar çəlişkilidir. Yurttaşlarından daha kötü muamiləmi görür. Deyir ki, bu adam öz yurttaşlarını, yəni farslardan daha çox kötü pis muamilə görür. Biz də deyirik da filan kəsinə məsələn belə muamilə eləmə. Yəni doğrudan demirik ki, alver eləmə. Deyirik ki, yəni bundan belə davranma. Bu da davranmaq mənasında. Deyir ki, muamilə mi görür? Deyir bu yurttaşlarından, öz əsl vətəndaşlarından. Məsələn, Tunisdə yaşayan Fransəlilər, əcəba Fransəlilərdən bu etiraz eləyən Fransəlilərə etiraz eləyən Fransəli, əcəba Fransəlilərdən fərqli bundan rəftar olunar. Yolçuluq edərkən aynı kolaylıqlardan yararlanmazmı? Deyir ki, musafirət eləyəndə eyni o qolaylar, yəni rahatlıqlar. Deyir, o rahatlıqlardan fayda almazmı? Məsələn, Qətarda bilet gərək səfər dura bilet alır. Gedir orada, məsələn, tərəfə deyir ki, mən bilet mixam. O adam da bilir də, bunu tanıyır ki, bu farsdır. Forən ona bilet verir. Məsələn, səfər durmur. Onu, məsələn, deyək ki, yaxçı bir kabinə qoyur. Qətarda. Bunlar şeydir. Ya, məsələn, yemağında, filanında, bəhmanında diqqətli eləyirlər. Bir süre sonra bir araba, indi bu adam ki, sümürgədən dönübdür biraz istemarın ziddinə, atışılır bəzi şeylərə o. Deyir ki, bir süre sonra, bir az zaman sonra bu adam yavaş-yavaş beynində fikirlər gələr. Diqqət buyurun, ha, orada qalıbdır. Gəlib Azərbaycana ya Tunisdə qalıbdır Fransəli. Deyir ki, bir araba, bir maşın, araba yəni maşın. Qədim araba var idi, ha, daşqa. O daşqanı elə Türkiyəlilər ona araba deyirlər, elə saxlayıblar indi də maşına da araba deyirlər. Çünki həman işi görür də, 4 çərxi var, təyəri var və gedir, adamı aparır, yükü aparır, maşın da o işi görür. Ona görə də buna abar deyirlər. Necə ki, süpürgə ilə süpürgə deyirlər, amma bərgə süpürgəyə də deyirlər ki, elektrik süpürgə. Yəni, həman işi görür, bu da təmizləyir. Yəni, çox gözəl adları saxlayıblar ki, o istifadə eləsinlər. Ehtiyacı yoxdur ki, hətmən şey olsun. Sonra bir müddət sonra bu bir araba düşünər, bir buzdolabı. Buzdolabı yəni yaxçal. Biz o ki farsca deyirik, yaxçal. Bizdə buzdolabı deyilir. Dolab hər şey ki qapısı ola, ona dolab deyirik. Evdə məsələn indi komod deyirlər, komod divarı. Bu komod latincə bir sözdür, farsı deyil. Biz indi ona məsələn nə deyirik? Dolab deyirik. İndi buzdolabı da ona taydı. Niyə dolab deyirik? Çünki paltarımızı, bir şeyimizi, qapqacağımızı yığırıq içinə də. Qədim mənim yadıma gəlir, bu divarlarda, evi tikəndə, divarın oradan bir kərpic ilə də usta belə bir 20 sant, 30 sant gələrdi qabağa, bir dana kərpicin, belə bir-birinə bağlar, gələrdi qabağa, yapışardı orada. Ora bir çıraqdan, Qurandan, filandan, bəhmandan bir zinəti, gözəl bəzənmək üçün bir şeylər qoyardılar. Suslamaq üçün, evi gözəl göstərmək üçün, bəzənmək üçün bir şeylər qoyardılar. Ona nə deyirdilər? Yadımdan, indi dilimdeydi, bunların hamısını dedim ki, onu deyəm, yadımdan çıxartdım. Rəf, ona rəf deyirlər. İndi kitabxananın qəfəsələrinə ki, farsca biz qəfəsə deyirik, qəfəs deyir ki, onlar rəf deyirlər. Elə buna da Azərbaycanda rəf deyirlər, kitab rəfi. Tamam. Bəqqallarda rəfdir, o qəfəsələrdəki cins yıxıblar, rəflərdə cinslər var məsələn. Onu da şeydir. Bəlkə bir ev satın ala biləcəyini
cizlidən cizliyə düşünmədən edə bilərmi? Deyir ki, bu cizlidən cizliyə, yəni içində, heç kəsə demir. Amma bu deyir, ola bilər ki, düşünməsin ki, mən bir ev almalıyam, yaxçıl almalıyam, maşın almalıyam. Deyir, yox, bu adam düşünəcəkdir. Düşünəndə nə olacaqdır? Kredit kartı ehtiyacı var, banka ehtiyacı var, nə bilim, işə ehtiyacı var, filan, bəhman bunlar. Başına tac gibi konan və dehşət kapılmış gözüktüyü, dəhşətə kapışmış gözüktüyü bu prestij haləsindən kendisini nasıl qurtarabilir? Deyir ki, halə dostlar, əvvəl haləni deyim nədir? Halə qədim imamların zaten əhsin çəkərdilər. Bunların başının dövrəsində bir duman kimi bir şey olardı belə. Elə bir şey çıraq yanır daldan bunların dalısına. Bilmirəm niyə bu cür elərdilər. Ona halə deyirlər. Duman kimi bir şeydir da dedim. İndi deyir ki, bu adam ki istemarçı idi, gəlmişdi, bu da istihdam olmuşdu filan bəhman. Amma gördü ədalətsizliyi, kasıblığı, uşaqların vəziyyini, mərəzçiliyi, filanı, bəhmanı, bu millətin vəziyyini, hüququnu gördü ki, aradan gedir. Qeydli biraz bunları qəbul eləmədi. Sonra da and içdi ki, bunların yanında olsun ya, məsələn, onlarla olmasın. Yəni, istemarçı ilə olmasın. Deyir ki, bu adam başına tac gibi qonduğu, konan, biz deyirik qonmaqda. Başına bir tac kimi qonubdur. Tac deyirik türkçədə. Farsça tac deyirlər. Biz tac deyirik. Gül tac, nə bilim, hər nə mənə ki tacı var, onu biz tac deyirik. Türkçəsində tacdır, tac deyil. Düzü də odur. Yəni, şahantaj. Məsələn, bu tac deyil. Hər halda düzü bizim dilimizdə şıdır. Və dəhşətlə kapılmış, dəhşətlə yəni bir qorxulu vəziyyətdə kapılmış, yəni girmiş o fikrin içinə. Gözüktüyü, yəni o dəhşətlə gözüktüyən şeyə, indi hər nə mənə də o fikrinə gəlir də, onu deyir ki, dəhşətlə onun içinə giribdir. Yəni o fikrə bürünübdür, o fikrə batıbdır, cumubdur, gəmiləri cumub, o cüzdür. Bu prestiji haləsindən, bu prestij dedik, bu, yəni, bu farslıq, bunun deyir haləsindən, o dövrəsində olan kendisini nasıl nə cür bundan çıxa bilər eşiyə? Deyir, yəni bir də imkanlar var idi, bunu istir desin. Deyir ki, bir də bunun ətrafında imkanlar var idi. Bu imkanlarda nə cür çıxsın eşiyə? Nə cür əldən versin bunu Kamil? Deyir ki, çox çəlişkidir da, çox gücdür bu işləri görmək ki, bunlardan qırılasan. İndi bunu deyəcəkdir ki, bu adam qırılandan sonra nə olur? Qırılmasa nə olur? Qırılmasa ki, qeyd edəcəkdir, çox daha ciddi sümürgəçi olacaqdır, çox ciddi qatil olacaq, şikəncəci olacaq, zindanban olacaq, zindanın rəisi olacaq. Amma qırılsa da qeyd edəcəkdir, inqilabçı olacaqdır. Bu, mən elə indidən deyim ki, beləsidir. Bu çəlişkiyi biraz körəltsə, bu huzursuzluğa rəğmən həyatını düzənləməyi başarsa, yurttaşları onu kəndinə gətirməyi vəzifə edinərlərdi. Deyir ki, əgər bu adam ki, deyək bir dənə fars üsyan eləsə farsların istemarının əleyhinə, bu çəlişkiyi biraz kör etməkdə, yəni körlətsə, yəni biraz bunu, bu çəlişki, yəni bu ziddi yaşamaq, həm istemarla müxalif, həm də ki, bunlarla işləmək məcburam. Deyir, bunu biraz kör etsə, yəni bunu biraz yumuşatsa, hər şeyi görməsin. Yəni, o vicdanın kör edə ki, bunu görməyə hər şeyi. Onu istir desin. Nə olar? Deyir, bu huzursuzluğu, bu narahatçılıq ki vardı, onu, deyir, onu nə edəcəkdir? Ona rağmen onun tərsinə həyatını düzənləməyi başarar. Deyir ki, onda həyatını, yaşamını eləyə bilər ki, nəzmi tərtibə. Düzənləmək, ərəbcə nəzmi tərtib. Düzənləməyi, yəni nəzmi tərtibə salmağı başaracaqdır. Pəs əgər deyir ki, biraz geçinsə o sümürgəçilərinə, eləyə bilər ki, öz yaşamına bir şeylər qazanar.
bir şeyler əldə edər. Tamam. Yurttaşları onu, deyir, əgər belirsə nə olar? Yurttaşları, farslar onu kəndinə gətirməyi vəzifə bilərlər. Deyir, əgər biraz bu adamı yumuşalsa ha, deyir ki, o farslar bu adamı özünə gətirmək, yəni sən farssan, sən İrancısan, sən vətənimiz var, filanı, bəhmanı, o qədər buna deyir, özlərinə vəzifə bilirlər ki, bu adamı özünə gətirsinlər. Necə biz indi özümüzə, onlar ki, ayılıblar, özümüzə vəzifə bilirik ki, insanları ayıldaq. Dəqiqən deyir ki, bu ittifaq da onlara düşər. Öncə ironik deyirlər də, bu İngiliscə ironikdir. Deyir ki, öncə ironik bir bağışlayıcı göstərirlər. Deyir, əvvəldə bir ironik, yəni bir tənziqunə, gülməcə deməyək, biraz yəni sən də belədir, məsələn, sən də belə, okey, neyniyək? Yəni, biraz şuxluğa salaraq, bunu neynərlər? Görməzdən gələrlər. Olar, belə şey də olar. Məsələn, inqilabisən, belə bir şey də olar, indi inqilab deyil, filan, bəhman, yəni sən də inqilabi deyilsən, məsələn. Belə şey də olar. Deyir ki, öncə ironik bir bağışlayıcı, yəni bağışlayan da, bağışlayıcı bir göstərirlər. Deyir ki, bəs əvvəldə bunlar bir növ bu adam ki, biraz yumuşalsa buna bağışlayıcı gələrlər, yaxın gələrlər. Gülə-gülə, yəni bunu xoş görərlər. Özlərinin yanı çəkməsin, bundan xoş danışarlar, yaxşı və bağışlarlar. Bu bir. Yeni gələnin bu biraz saf, üzr istəyirəm, mən elə bir ki, biraz değişdim, hara getdim, göstərirlər, tamam. Yeni gələnin bu biraz safca huzursuzluğunu onlar da yaşamışlar. Yaşanmışdı. Deyir ki, bu taza ki gəlib bura belə olubdu. Deyir ki, bunu bu görübdü və milləti bu sümürcədə farslar, türklərin başında oyun gətirirlər. Deyir ki, o yoldaşları da, vətəndaşları da ki, bu Azərbaycandırlar, elə deyir, bunlar da qabaqcan onu görmüşdülər. O vəziyyəti getirmişlər. Yəni, özlərində elə eyni təcrübələri var idi. Deyir ki, onun üçün olar əvvəl onu neçə elərlər, yeni gələnin bu biraz safca huzursuzluğunu, narahatsızlığını, aramış deyirlər huzura farsca, huzursuzluğunu onlar da yaşamışdılar. Onlar özləri də beləsi bir vəziyyəti yazamışdılar. Anaylıyorlardı. Deyir ki, onlar da bunu, bu adamı neynərlər? Anlıyorlardı. Onlar bunu düşünürlər ki, bu da beləsi ola bilər, bizə tay. Tamam, anlıyorlardı. Sümürcə yaşamında sınanaraq bir dolu küçük və hoş uzlaşmalar sonucu yox olacaqdır. Deyir ki, sümürcə yaşamında sınanmaq, imtihan olmaq. Deyir ki, bu sümürcə yaşamında imtihan olaraq, yəni başına işlər gəldikcə nə olacaqdır? Bir dolu küçük, bir dolu amma küçük nə olacaqdır? Hoş uzlaşmalar. Uzlaşmalar, yəni bu adam şey olacaqdır, barışacaqdır. Uzlaşmalar, barışmaqlar ya müzakirədə əslində, amma deyir ki, yəni bu gələcək bir yerə yetirsin də o tərəf bir taadül icad olacaqdır. Sonucu yox, sonucunda deyir ki, yox olacaqdır. Deyir, sonucunda o şeylər, uzlaşmalar olacaqdır və sonucunda da o beynindəki o çəlişki yox olacaq. Bunu istədiniz. İstir deyək ki, yoldaşlar və zaman, insanları və həqiqət, camiədə olan həqiqət. Sənin ehtiyacların var, sümürcəçisən, gəlmişən bura etiraz edirsən, amma eşikdə bir həqiqətlər var. Sən bir şeylərə ehtiyacın var ki, bu farslardan almalısan. Bu tərəfdən də istemarçıdan, bu tərəfdən də sənin bir ehtiyacların vardı. Farsların da o cürsü. Sənin zehnində çelişki var. Bunu, onlar sənə yaxın gələcəklər, məhəbbətinlə, lütfünlə səni çalışacaqlar ki, özlərinə tərəf çəkirlər. Sən də çəkiləcəksən o tərəfə yavaş-yavaş və
Yavaş-yavaş aramış tapacaqsan. Bu cüzü. Bir də insanlar bu yolu gedirlər. İndi yox olmaq zorundadır. Deyir ki, o yox olmaq zorundadır. Yəni çəlişkili olan insan gərək yox olsun. Yəni olmaz ki, ikili qalsın. Həm fars olsun, həm türk. Ola bilməz. Həm İrançı olsun, həm Azərbaycançı. Ola bilməz. Həm türkçü olsun, həm farsçı. Ola bilməz. Çəlişkili ola bilməz. Yox olmalıdır bunların biri. Yəni yox olmaq zorundadır. Məcburdur ki, yox olsun. Zorundadır. Deyə israr edərlər. Hətta o yoldaşları deyərlər ki, belə olmalıdır. İsrar edərlər. Belə olmalıdır. O sənin bu düşüncən yox olmalıdır. Çünki sümürcələrdə humanist romantikliyə ciddi bir hastalıq gözü ilə tüm təhlükələrin ən kötüsü olaraq təpədən baxılır. Deyir ki, niyə? Deyir çünki sən deyirsən ki, oğlum, mən insanı sevirəm, insanlara əlaqəm var, insanların haqqı var, yaşasınlar, yaxşı yaşasınlar, öz dilində yaşasınlar, sümürcəciyə deyirsən. Onlar deyir ki, yox, gərək bu yaddan çıxar. Deyir ki, niyə? Çünki sümürcələrdə, yəni Güney Azərbaycanda məsələn, humanist romantilik, yəni dedik da, təxəyyülləri ki, aşiqanədir. Deyir belə, insanlıq sevgisi, beləsi deyək, insanlıq sevgisi ciddi bir hastalıq kimi görünür. Xəstəlik, mərizlik kimi görünür. Sümürcələrdə sən gəlirsən, insançı olasan, insan tərəfdarı olasan, insan hüququ tərəfdarı olasan, bu ciddi bir xəstəlik görsənir. Diqqət buyurun, sizə Azərbaycan haqqından danışanda heç kəs fahiş, fars, savadlı, savadsız, ustad danışqah, vəkildə, hər nə deyirsiniz deyin, heç panfars sizə yaxın gəlməz, qəbul eləməz. Niyə? Çünki bu bir xəstəlik dolarda. Necə ki, sən insana demokrasidən danışır, amma demokrasi sənin haqqıva yetişəndə gəlməz, dayanar, durar. Bunu istir deyə. Niyə? Çünki onu bir xəstəlik kimi görərlər. Gözü ilə görür, odur. Tüm təhlükələrin ən kötüsü, tamam qorxuların, xətərlərin ən pisi nə mənədir olaraq təpədən baxılır. Deyir ki, bu insançılıq istəyi kötülərin ən pisidir istemar üçün. İstemar üçün ən kötü pislik budur ki, sən insançı olasan. İnsan tərəfdarı, insan haqqı tərəfdarı, hüququ tərəfdarı olasan. Deyir, bu ən kötüsüdür istemarçının gözündən. Düşman tərəfindən geçməkdən farkı yoxdur. Deyir ki, hətta sən insançı, insan haqqı, hüquqları olsan, bu elə bu anlama gəlir ki, sən düşman tərəfindəsən. Fərqi yoxdur. Onu istədir ki, düşman tərəfinə, yəni düşmənin səfinə geçməkdən farkı yoxdur. Fərqi yoxdur ki, sən insansevər olasan, demokrasiçi olasan, qanunçu olasan, hüquqi beynəlmiləlçi olasan, ya panfars olasan. Heç fərqi yoxdur. Yəni bunların fərqi var. Ya insançı olacaqsan, ya panfars olacaqsan, ya paniranist olacaqsan, ya Azərbaycançı olacaqsan. İmkansızdır. Onun üçün istemarçılar deyirlər ki, bu şeydir, imkansızdır. Yəni, beləsi deyim, bunu dedi, son cümlədə bunu dedi ki, düşman tərəfinə getməklə heç fərqi yoxdur ki, insançılıq eləsən, elə düşmənin tərəfindəsən. Əgər bir fars hüquqi bəşərdən danışsa, demokrasidən danışsa, azadidən danışsa, bu elə bir şey türkdür. Farsların fikrində. Biz bu cüzlü farslar bir-iki dənə tanırıq ki, atılıblar farsların içindən. Əlbəttə, mən Günaz TV-yə bunları gətirmişdim birin. Orada elə özünün üzünə də dedim ki, sən farsların ən ağıllısısan və bilirsən bizi necə toğlayasın. Amma biz bunu təcrübə eləmədiyi üçün qəbul eləməyəcəyik. Toğlanmayacaq. Ondan sonra da mənim bərnaməmi gəlmədi. Sonra da gördüm dostlar məndən sonra onu bərnaməyə gətiriblər. Yəni bu qədər acı sözü üzünə demək biraz şeydir. Bu huzursuzluğu sürdürməkdə israr edərsə, deyir, bu adam gəlirsə bu çəlişkini yaşayan, bu huzursuzluğu, özünün bu içindəki aramış, rahatlıq yoxdur ha. Deyir, əgər bu huzursuzluğu istərsə, bu çəlişkini davam edərsə, sürdürmək istərsə, yəni israr edərsə, yəni bunu davam verməkdə, dalısçın getməkdə israrcı olursa, nə olar? Sümürgəciliyin kucağına dönənə ya da
yenilənə kadar hep canlı kalacak ilan layacaktır. Üzr ilan edilmiş bir çatışmayı kendi halkına karşı başlattığı anlayacaktır. Deyir, amma bu adam istəyir ki, o içindəki çəlişkini saxlaya. Onda nə olar? Yəni, buracan bunu dedi ki, bu adam, bir yol bu oldu. Bu adam gəldi, sümürcədə gördü ixtilafları, insanlığın gördü, burada əzillər, sümürcəçilər, istemarçılar. Gəldi, onlar nə qədər elədilər, bu qeyddə axırda onların yanına. Yəni, sümürcəçi oldu. Fikri, düşüncəsi də qeyd dəyişdirdi. Buna da çox şeylər nədən oldu? Deyir, indi bir də budur ki, yox, bu adam deyir ki, mən istəmirəm. Mən insançıyam. Mən insan haqlarından tərəfdaram. İnsan həftarının yanındayam. Haqlarının yanındayam. Deyir, bu huzursuzluğu sürdürməkdə israr edərsə, bu içindəki olan çəlişkini, bu narahatlığı, içində olan narahatlığı, bunu davam etməkdə israrçı olsa, nə olar? Sümürgəciliyin qucağına dönənə ya da deyir ki, ya gərək dönə sümürgəçinin qucağına, istemarçının qucağına dönə, yəni ona qeydə, ya da nə ola, yenilənə qədər, ya da şikəst, yenilən yəni şikəst, ya da şikəst yenə qədər, çünki deyir, onlar güclülər, sümürgəçilər güclülər, silahları, qanunları, polisləri, əmniyyətləri, hər şeylər var. Ya da yeni işlər də onların əlindədirlər, işdən də sala bilirlər işə, adamı pulsuz qoyarlar, işsiz qoyarlar, iş yerini bağlarlar. Yenilənə qədər həp canlı olaraq həmişə, həp yəni həmişə, həmişə ərəbcədir, farscadır, həmişə yəni həp canlı olaraq ilan edilmiş elə bir şey, yəni elam eləmişəm, özüm durmuşam, qışqırıram ki, hey, ölüm olsun İrana. Deyir ki, ilan edilmiş bir çatışmayı, bir savaşı elam etmiş kendi halkına. Deyir ki, öz xalqına, yəni farsların əleyhinə, özü də farsdır əlbəttə deyək burada, onun əleyhinə, kəndi halkının qarşı bir savaş elam edibdir. Amma canlı olaraq. Yəni, özü hazır elə deyir ki, səsində demir ki, mən İrandan savaşıram. Məsələn, mən bu şəxsən özüm Təbrizdə bu işi görürdüm, Tehranda bu işi görürdüm. Onlara demirdim, mən İranla müxalifəm filan, bəhman, mən deyirdim federalistəm, amma əslində bunu daşıyırsan. Yəni, içində bunu daşıyırsan, onun üçün də onlar məni işə qoymurdular, işdən atırdılar filan, bəhman. Hala, məsələn, mənim bir çox işlədiyim yerlərdə İranda pulumu verməyiblər. Tamam. Aralarında mən fikir edirəm ki, bir şey qatırtdım. Həp canlı olaraq kendi halkına qarşı başladığını bəli anlayacaqdır. Deyir, özü düşünəcəkdir ki, mənim bu mövqeyim ki, farslardan uzaqlaşmışam, gəlmişəm, müstəmirələrin yanında durmuşam, müstəmir olanların yanında durmuşam. Bu bir dənə savaş elanıdır Farsın ziddinə. Diqqət buyurun, dəqiqən bu anlamı gətirir. Bir dənə savaş elanıdır, bir dənə savaş bəyaniyyəsidir. Bu, odur. Aralarında sümürgəciliyi təhlükəyə atan bir çıxdığında sümürgəcilərin göstərdiyi şiddəti tepkiyə şaşırmayacaqdır. Deyir ki, hərdən bir ki, çıxdı öz millətinin içinə, bunu dedi. Deyir ki, aralarında, yəni onların, məsələn, farsların içində, aralarında sümürgəciliyi təhlükəyə atan biri o, deyir ki, bu sümürgəciliyi istemarı təhlükəyə atdı. Çıxdığında sümürgəcilərin göstərdiyi şiddətli, elə ki, deyir, bunların arasında çıxdı belə bir vəziyyətə, görəcəkdir ki, sümürgəçilər çox şiddətli bundan təpki, yəni əksül əməl göstərirlər. Onda da necə şaşırtmayacaqdır, təəccüb eləməyəcəkdir. Mən özümü deyim, məsələn, mən Roznamə İslamda əslən təpkidən şey olmurdum. Gündə də çağırırdılar ittilata, nə bilim, polis tuturdu, hərasət tuturdu, ora tuturdu, bura tuturdu. Amma mən buna şaşırmırdım, yəni bunları təəccüb eləmirdim. Çünki bunları gözlürdüm ki, bunlar mənim başıma gələcəkdir. Çünki sən ya müxalifsən, ya müvafiqsən. Olmaz ortada olasan. Çəlişkili ola bilməsən. Bəzilər vardır ki, məsələn, dildə
yavaş, yumuşaq bir müxalifət eləyirlər, üstə dedi də bunu. Amma əslində onlarla yaşırlar. Bunlar heç, mən nəsən bunlardan çoxlu adam tanırım. Hətta dünənləri dostların biri gördüm ki, bir dana Təbrizli xəbərnigar, o birisi Təbrizli xəbərnigara təbrik deyibdir. Dostluqca olaraq dostumdur. Yazdım ki, doğrudan inanırsan ki, bu adam bir yaxçı bir şeydir. Yazdı ki, yox, inanmıram. Amma o deyir ki, cindicanlıq keçsin da. Yəni işi atı ya deyirlər eşkəyi körpüdən keçsin. Amma mən bu körpüdən eşkəyin keçməsinə razıyam. Yəni keçməməsin, qalsın, okey. Pulsuz da qalırıq, işsiz də qalırıq, amma şərəfimizi, namusumuzu, insanlığımızı və düşüncəmizi pula satmırıq. Bunu deyim ki, hətta Günas TV-də də mən bu cür etdim. Yəni, əlbəttə Günas TV-nin müdürü də çox insan və çox düşüncəli bir insandır. Bunu da deyim. Yəni, bəlkə mənə kollən o 10 ilə yaxın mən Günas TV-də işlədim. 9 il zaten. 2010-un sonları, 12-nin sonlarından işləmişəm ta 21-ci ilin əvvəllərinə qədər. Yəni bir 2-3 ayda 21-ci ildən işləmişəm. 9 il, 8 il, 7-8 il işləmişəm hər halda. Bəlkə 7-8 ildə 7-8 dəfə mənə deyib ki, bu proqram ki, bu gün aparacaqsan, ola bilər beləsi. Ola bilər bunu, məsələn, bu günləri əlan bir dənə mühüm mövzu var. Məsələn, deyək, indi ərəblər qalxıblar ayağa. Mənim də bu günləri bu kitabı oxumaq lazımdır. Normalda mən bu ərəblərin haqqında danışmağım yaxçıdır. Məsələn, Əhməd bəy bəzən mənə bunu deyibdir ki, bəlkə 8 dəfə 8 ildə, ya 10 dəfə çatdırırsın. Mənə deyib ki, ola bilər bərnaməni dəyişdirəsən. Mən də bəzən demişəm, yox, olmaz. Çünki, məsələn, qonaqlarımı dəvət eləmişəm, önəmli bir şeydir, mövzudur. Qəbul eləyibdir, tamam. Tamam, indi biz əgər mən istəyirəm ki, bu paragrafı qutaram, mənim nəzərimə gəlir, yoruldum. Yəni, fikir edirəm ki, bir saat olubdur. Onun üçün bunu eləyə bilsəm ki, buradan qutaram, yaxşı olar. Pəs bu adam hərdən bir çıxar, bunların içinə çıxsa, onların bunun ziddinə qarşı rəftarlarından əslən təəccüb eləməz. Böyle bir sümürgecinin haindən başqa bir şey olmadığı açıqdır. Deyir, belə bir sümürgəçi ki, gəldi, amma onlardan olmadı axı. Gəldi, onların qarşısında durdu, onlar da bunun əleyhinə. Deyir, belə bir sümürgəçi, bu da sümürgəci deyil əslində da, çünki İrancıdır, pan-farsdır, pan-İranistdir. Deyir ki, bu da əslində, deyir ki, düşməndən, xaindən, hain yəni xain da, deyir, xaindən başqa bir şey olmadığı açıqdır. Açıqdır ki, bu düşmən xaindir. Deyir ki, bu farslar, İrancılar, pan-İranistlər deyəcəklər, bu xaindir. Bu açıqdır ki, bu xaindir. Ya belə gözünü görür, bu xaindir da. Tamam. Çox gözəl. Deyir ki, o yurttaşlarının varlığını təhlükəyə atmaqdadır. Deyir ki, belə bir adam öz həmvətənlərin, məsələn, farsların yurttaşlarının varlığın vücuddur farsça, ərəbcəsi. Varlığın xətərə atmaqdadır. Onların deyir, varlığın xətərə atır. Baxın, dostlar. 1 milyon Azərbaycanlı Azərbaycancı ola təbiidir. Əksləməl yaratmaz çox. Bir dana fars Azərbaycancı olsa, insancı olsa, hüquqi bəşərçi olsa, əksi çox görünər. Çünki qeyri-təbiidir. O gərək farsların yanında durar. Bunu istədi deyə. Yurttaşlarının təmsil etmə iddiasında olduqları və sümürgədə təmsil etdikləri ana yurdu təhlükəyə atar, üzr istəyirəm. Deyir ki, bu adam ki, belə olduğu neynər? Deyir, yurttaşlarının, yəni vətəndaşda, yurttaş, həman vətən, yurdun türkçəsi vətəndir. Millətin də türkçəsi eldir. Deyir ki, yurttaşlarının təmsil etdiyi nümayəndəlik, təmsil sözü ərəbcədir, nümayəndəlik də farscadır. Təmsil etdiyi etmə iddiasında deyir, bunun yoldaşları deyir ki, biz öz məmləkətimizi, bizi İranı, biz pan-farsı təmsil edirik, nümayəndəlik edirik. Bunu siz desin. Olduqları və sümürgədə təmsil etdikləri, məsələn, Azərbaycanda da yenə o vətənlərin
dövləti, gücü, ordunu, ittilatı, polisi, yəni İranın polisində bunları orada təmsil etdikləri ana yurdu təhlükəyə atır. Həs bunun adamı deyir ki, əgər bu gələ Azərbaycanda da xüsusən Azərbaycançılıq eləyə, farsların Azərbaycanda yürütdüyü dövlət sistemin təhlükəyə atır. Beləsi deyir. Tutarsız olan onlar değildir. Tutarsız onlar değildir ki, onlar kifayət deyirlər. Yəni tutarsızı burada nə cür eləyək? Məni eləyək ki, özümə də yaxşı olsun. Tutarsız olan onlar deyir ki, yəni o farslar ki, bu adama deyirlər, indi düşmən kimi görürlər, deyir ki, bu nədir? Onlar tutarsız deyirlər. Yəni onlar boş ötürmürlər. Beləsi deyim. Boş ötürmürlər. Sümürgəciliyi rədd edən bir sümürgəcinin tavrından mantıksal olaraq nasıl bir sonuç çıxar ki? Deyir ki, məntiqlə baxsaq, sümürgəciliyi, istemarı, yəni sümürgə düşüncəsinin, istemar düşüncəsinin rədd edən bir sümürgəcinin, onu qəbul eləməyən bir sümürgəçinin rəftarından, tavrından, rəftar, farscadır rəftar, davranışından, tavrından mantıksal olaraq nasıl bir sonuç çıxar? Deyir, nə cür bir məntiq gözləyəsi? Bu adam ki, dövlətin sümürgəsini qəbul eləmir, bir fars da amma İrançılığı qəbul eləmir. Deyir, bundan nə çıxarsınız? Siz nə sonuc alarsınız? Düşməndir də Farsa İrana. Təbii, bu bunu göstərir. Bunu dedi, bir də dedi. Sonunda bəlkə ədalət sonağında, amma yenə də qurban edilərək boğazlarının kəsilməsi ilə sonuçlanaraq bir tavra qarşı nədən kendilərini şiddətlə savunmasınlar ki, indi bir dana bir şey deyir ki, bunlar ehtimal verirlər ki, bir gün inqilab olar, bunların boğazlarını kəsələr. Bunun üçün deyir ki, sən niyə köməklik edirsən bunları inqilab eləyirlər, bir gün qalxır ayağa bizim başımızı, boğazımızı kəsələr. Niyə biz gərək səndən yoldaş olaq? Niyə gərək səni qəbul eləyək? Niyə gərək sənə zindana salmayaq? Bunu istir desin, amma bir xülasə deyək. Deyir ki, sonunda bəlkə ədalət sunağında. Deyir, bəlkə bir gün ədalət sunuldu, verildi. Ədalət oldu. Onda nə olar? Ədalət bir gün gəlsə nə olar? Sunağında burada sonmaq təqdim eləmək, sunağında yəni ədalət təqdim olursa, gəlirsə, onda nə olar? Bunu istir desin. Sonunda bir gün ədalət gəlirsə, amma yenə də qurban ediləcək boğazlarının kəsilməsi ilə sonuçlanaraq, deyir ki, ədalət gəlirsə, bunlar qurban olacaq, bunların boğazları kəsilməsi halda, yəni bunları öldürəcəklər də, yəni öldürə halda bunlar qurban olacaqlar. Bir tavır, onda deyir ki, bir tavır, bir rəftar, bir fikir, bir düşüncə ki, müxalif düzdə qarşı nədən kendilərini şiddətlə savunmasın ki, deyir, beləsi bir şey olar, deyir, bunlar nədən şiddətlə özlərini qorumasınlar? Bəs diqqət buyurun, burada deyir ki, əgər bir gün ədalət gəlsə, bunlar mühakimə olarlar, bunların boğazları kəsilər, qurban olarlar. Kimə? Sümürgəyə. Sümürgəlizliyə qurban olarlar. Deyir, ona görə bunlar deyirlər ki, niyə məsələn bizi qurban eləyəsən? Ya özlərini deyir, niyə savunmasınlar, niyə qorumasınlar? Onun üçün deyir ki, indidən səni tutacaqlar, zindana salacaqlar, asacaqlar, kəsəcəklər ki, bir gün sən ədalət gətirməyəsən ki, onları qurban eləyəsən, kəsəsən, öldürəsən. Bunu istədi deyil. Tamam. Mən elə bu səfəni qutarsam, 2 dəqiqə bu səfəni qutarıram, ondan sonra qalar sabah görürük ki, nə olur. Keşkə tavrlarının ədalətsizliyini tam olaraq qavraya bilsələr. Deyir, ey kaş bunlar, bu sümürgəçilər, farslar, pan-iranistlər, pan-farslar, türklər, deyir ki, kaş bunlar rəftarlarının, davranışlarının ədalətsizlik olduğunu düşünələr, qavrana bilərlər, yəni düşünə bilərlər. Keşkə tavırlarının ədalətsizliyini tam olaraq qavraya bilsinlər, kaş bunlar düşünə bilsinlər kamil halda. Amma bunu qəbul edən və
iləridə sümürcəmizi araçlara, burası mühüm deyil. Deyir ki, amma bunu qəbul etsə biri, bundan ən çox yarar sağlayan bizzat kəndiləridir. Deyir, əgər bunu qəbul eləsələr ki, ədalət vardır. Yox, üzr istəyirəm. Əgər qəbul eləsələr ki, indi görə hancısını deyəcəkdim. Mən cümlənin kamil baş tapmadım ki, hancısı deyir. Bunu deyəndə hancısı? Yəni bunu deyəndə əcəba sümürgəçi, hamı sümürgəçi, o adam ki, sümürgəçilikdən çıxıbdır. O qəbul eləsə sümürgəçiliyi, yoxsa ədaləti qəbul eləsin o birisilər. Ona görə. Deyir, bunu mənim nəzərimə ədalət. Deyir, əgər bu ədaləti qəbul eləsələr, bunu qəbul edən və bundan ən çox yarar sağlayan, mənfəət saxlayan kimdir? Bizzat kəndiləridir, onların özləridir. İndi buradan görsənin ki, onlara dediği üçün buradan bəlli olur ki, sümürgəçiləri deyir. Sümürgəçilər istemarı, sümürgəçiliyi qəbul edirlər və buradan ən çox faydanı onlar özləri götürürlər. Şəxsi, bizzat deyəndə, yəni şəxsən özləri götürürlər, ədalət götürürlər. İrəlidə görəcəyimiz araçlara, alacaqlar deyir, sonra bunları dəlilindən deyəcəyik bunları. O da o parantez arası idi. Yeni gələn sümürgəçi yaşamasını önləyən bu katlanılmaz ahlaki aşmazsa, bu ahlaka hərarətlə inanıyorsa, öyləysə bırakalım gitsin. Burada bir söz deyir. Deyir ki, yeni gələn bir adam ki, gəlibdir sümürcüyə, bunu əvvəldən danışır ona görə, sümürcüyə gəlibdir, yaşamını önləyən, yaşamının qabağını alan, önləyən qabağını almaqdır. Bu katlanılmaz, yəni təhəmmül eləməmək. Katlanmaq, təhəmmül eləmək, katlanılmaz, yəni qeyri-qabili təhəmmül, farsca. Təhəmmül ərəbcədir, katlanmaq onun türkçəsidir. Katlanmaq ya qatlanmaq, bu qatlanmaq əhlaqi, yəni əxlaq. Əhlaqi aşmazsa, deyir bu əhlaqi vəziyyətdən necə geçməzsə, aşmazsa, yəni geçməzsə, bu əhlaqa hərarətlə inanıyorsa, amma bu əhlaqa çox ciddi, hərarətlə, yəni sıcaqcasına, yəni isti, çox güclü buna inanıyorsa, hərarət həyəcan anlamındadır burada. Həyəcanla inanıyorsa, nə olar? Öyləysə, əgər belə olursa, yəni bu vəziyyətdə olursa, bırakalım geçsin. Bırakın geçsin. Bu adam da inanmır da. Bu adam ədalətə inandı, insanlığa inandı. Bunu ötürək geçsin. Beləsi deyirlər. Duyğularının səmimiyyətini kanıtlamış olur. Deyir ki, burada bir adama, əgər bu yerə yetirsələr ki, sümürgəçilər deyirlər, bu adam ədalətə inandı, hüquq bəşərə inandı, demokrasiyə inandı, azadlığa, insan haqlarına inandı, Azərbaycanlıların, türklərin insan olduğun və bunların haqlarına inandı və bundan dönmədi hər neynədik. Deyir, onda bunu ötürün geçsin yoluna. Duyğularını, yəni ehsas ərəbcəsidir, duyğularının səmimiyyətini, səmimiyyət yəni düzlüğü, düz, doğru kanıtlamışdır. Kanıtlamış olur. Kanıtlamış yəni isbat eləmişdir. Bu adam deyir ki, öz əməli ilə neynədir? İçindəki duyğularını, görüşünü, fikrini isbat elədi. Çünki farslardan qırıldı, farsçılıqdan, paniranistikdən qırıldı, gəldi insanların tərəfində, demokrasinin, azadlığının tərəfində durdu. Sorunlarını çözər. Bu adam nə mənə müşkül ki dedi, yaradacaqdılar buna, ha işdə, idarədə, orada, burada, musafirətdə, ev alanda filanda, deyir bunlar sorunlarını, o müşkülləri çözər. Və yurttaşlarına artıq sorun yaratmaz. Deyir ki, yurttaşlarına da daha çox müşkül yaratmaz. Biz də o cür elədik da, bunlarla girib gəlmirik. Dostlar, bir paragrafın davamı var da, bilmirəm, oxuyayım bunu, qutarım, yoxsa elə burada qutarım. Çünki səfəni qutardıq, amma sözü qutaraq da. Yoxsa kəndisi rahatsız olmadan onları sürəkli taciz edə biləcəkini sanmasın. Deyir ki, burada da yenə bir rəvani məsələyə barmaq qoyur. Deyir ki, yoxsa
Bu adam əgər bunları ötürməsə, bunlardan şey olmasa, bir yoxsa kəndisi, özü rahatsız olmadan, özü narahat olmasa, onları, özgələri də sürəkli taciz, yəni narahat, əziyyət ərəbcədir. Taciz edə biləcəyini sanmasın. Deyir ki, sən istəyirsən biri, bunu deyim beləsi dostlar, bəzən görürüz ki, ər-arvad küsülübdür biri. İstəyir ki, o birisinə desin ki, mən səndən narahatam, küsülüyəm. O küsülüğün içində o qəd özün narahat edir ki, onun üzündə görsənsin da. Ta o da eşikdəki də görsün, bunu desin ki, bu adam narahatdır. Bunun üçün bunu deyir ki, mümkün də o görə ya saya ya saymaya. O da burası. Deyir ki, bu adam kəndisi özü narahat olmasa, o birisləri narahat eləyə bilməz. İçlərindən birinə, istəyə bu aramış ola. Əvvəlcə özü aramış ola, sonra onlara da şeylə. Yoxsa deyir, onu təsircə eləməz. Rahatsız olmadan onları sürəkli taciz edə bilməsinə sanmasın, inanmasın ki, mən özüm rahat olmasam, onları narahat eləyə bilirəm. Əvvəlcə özü rahat ola, inana, ondan sonra onları narahat olurlar, olsunlar, olmasınlar. Qərar deyək ki, mən özümü narahat eləyəm ki, onlara görsədən mən narahatam sizdən. Bir sözün var, de, sözün yoxdur, get işi gör. Saldırıyı karşılayacaqlar. Əgər bir həmlə eləsə bu adam, onlar karşılayacaq, saldırı həmlə. Karşılayacaqlar, yəni onu cavab verəcəklər. Müqabilə və məsl, ərəbcə. Və gözə göz, dişə diş iadə edəcəklər. Deyir ki, gözə göz çıxadarıq, dişə də diş sındırarıq, iadə, cavab verəcəklər. Edəcəklər, yəni cavab verəcəklər. İadə edəcəklər, yəni cavab verəcəklər. Qeytərəcəklər. İadə etmək, qeytərmək anlamındadır. Dişə diş, mən bunu dedim, dişə diş, gözə də göz. Arkadaşları suratlarını asacaq. Yoldaşları mısmırıq sallayacaq. Biz buna mısmırıq deyirik. Suratlarını asacaq, yəni mısmırıq sallayacaqlar. Üstləri onu təhdid edəcəklərdir. Deyir ki, onlardan üstdəki adam idarədə bunları daimən qorxudacaqlar, hədə-hərbə gələcəklər. Hədə-hərbə təhdid onlarındadır. Təhdid ərəbcədir, qorxutmaq. Hədə-hərbə gələcəklər. Hətta karısı belə devrəyə girib çığlıq basacaqdır. Deyir, hətta bunun xanımı da, karısı xanımı devrəyə girəcək ortaya, girib çığlığı, dəliliğə vuracaq özün, basacaqdır. Deyir ki, yəni özün dəliliğə vuracaqdır. Bir kadın, burada bir parantez arasında bir söz deyir. Deyir ki, bir kadın o zamanki gözünə baxın ha. O zamanki, indi xanımların bir çoxu şükür olsun, ayılıblar bu cür deyirlər. Amma o zaman beləymiş. Deyir, bir kadın soyud anlamıyla, bir kadın deyir o naqis anlamıyla, məsələn, düşüncəsilə, insanlıqla daha az ilgidədir. Deyir ki, bir xanım o zəif düşüncəsi ilə insanlıqla daha az ilgilənir. Deyir, ona mühüm deyir ki, o acdır, çılpaqdır. Əslində bu cür deyil, amma beləsi deyir də. Daha az ilgilənir. Sümürgələşdirilən insan onun için heç bir şey ifadə etməz. O, insanlar ki, eşikdə sümürgə olurlar, çətin bir vəziyyətdə yaşırlar. Deyir ki, bir xanıma onun durumu, sümürgələşdirilənin insanın onun üçün, o xanım üçün heç bir məna, ifadə, yəni mənası yoxdur. Etməz, ifadə etməz, yəni heç bir anlamı yoxdur onun üçün. Və ancaq Avropalılar arasında kəndini rahat hiss edər. Bir xanım deyir ki, sadəcə öz millətinin arasında özün rahat görər. Yəni, onların içində gedəndə çimçəşər, iyrənər, filan, narahat olar, əziyyət çəkər. Amma öz millətinin arasında gedəndə rahatlar. Dostlar, burada qoyaq qalsın və sabahları buradan davam eləyək. Sizin hamınızı Allaha tapşırıram. Sağ qalın. Gələn gün görüşmək ümidi ilə. Hələlik.